Mənim əzizlərim, necəsiz? Mən sizə söz vermişdim ki, Xan Sarayında hazırlanmış tortun reseptini sizə göstərəcəm və o gün, bugün başlayaq. Девочки, готовим торт, который готовили в Ханском дворце. И рецепт, в принципе, очень легкий, простой. Так что поехали. Un vurandan sonra tereyağı ev температурunda, девочки. В муку добавляем сливочное масло комнатной температуры. Xəmiri bax bu hala gətiririk və qatırıq xama. И отправляем сюда сметану. Belə xəmir bizdə alındı. Xəmir hazır olandan sonra soyuducuda 2 saat saxlayırıq. Замесили тесто и отправляем в холодильник на 2 часа. Mənim əzizlərim 2 saat keçdi və biz bölürük 8 hissəyə, девочки, на 8 равномерных частей делим спустя 2 часа и будем раскатывать наши коржи. Формируем и выкладываем в миску. Не забывайте припудривать мукой. Ve sobada 5 derece, 180 derecede 5 минут, 180 градусов вверх-вниз. Məzlərim ev температурunda olan yağı çalırıq, девочки. Размягченное сливочное масло взбиваем. Через крема, девочки, начинаем взбивать крем. Yumurtanın sarısının üzerine şeker tozu, отправляем сахарный песок на желтки. Сюда же отправляем взбитое сливочное масло, çalınmış tereyağı, qatırıq yumurtaya. Tortumuz 2 kremdən ibarətdir. Ona görə ikinci krem bize de, девочки, наш торт состоит из 2 кремов. Один сливочный из желтки яичные, а другой из безе. Соответственно, белки и сахарная пудра. Yumurtanın ağı və şeker pudrası. До пиков. Безе взбили до пиков. Krem готов. Məzlərim, bax, bu hala gəlməlidir bizdə. Belə bir bizə alındı. Çox oynamırıq, yatmasın və krem bizəni çalana qədər yumurtanın sarısından hazırlanmış kremi biraz saxladım soyuducuda, девочки, пока взбивала безе. Яичный крем, приготовленный из желтков, подержал немножко в холодильнике. Теперь смотрите, раскатывала тесто диаметром 26 сантиметров. Пока выпекалось, стало 24. У нас здесь 7 коржей и 8 оставляем на посыпку. Mənim əzizlərim 26 santi diametrdə olan forma ilə kəsdim. Bişənə qədər 24 santi qaldı və təbii ki 24 santi formada yığıram. Mən də burada 7 gündədir, 8-ci səpmək üçün ayırmışım. Və başlayaq. Birinci qatda biz bizə eləyirik. İkinci qat bizdə krem olacaq. Первый слой у нас был безе, вторым слоем будем смазывать крем из желтков. Немножко прессуем аккуратненько. Торт оставляем пропитаться. И после полной пропитки, это уже будет у нас утром, я посыплю
Basayım karışım. Bir neçə saat dincəldəcəm. Formasından çıxardandan sonra üzərinə tortun qırıntılarını səpəcəm. Bax, belə bir tortumuz alındı.